4 il bundan öncə hörmətli Cumhurbaşqanı ilə Şuşa şəhərində imzaladığımız Şuşa bəyannaməsi bizim əlaqələrimizi ən yüksək zirvəyə qaldırıb. Bunu Prezident İlham Əliyev Türkiyənin Kahramanmaraş şəhərində Azərbaycan məhəlləsinin açılış mərasimində çıxış edərkən deyib. Ölkə başçısı bildirib ki, Şuşa bəyannaməsi bizim əlaqələrimizi rəsmən müttəfiqlik səviyyəsinə qaldırıb. Biz dostuq, qardaşıq, müttəfiqik. Həm siyasi, həm iqtisadi, həm enerji, ulaştırma, hərbi və bütün başqa sahələrdə Türkiyə və Azərbaycan iki qardaş ölkə bir-birinin yanında inamla, uğurla irəliləyir. Bugün ilk dəfə olaraq bu gözəl diyara ziyarət edirəm. Mən Türkiyənin bir çox yerində olmuşam. Gözəl Türkiyənin gözəl təbiətini görmüşəm. Burada da qədim Türk torpağı olan Kahramanmaraş'ta olmağımdan da çox məmnunam. Kahramanmaraşlılar bu dəhşətli depremlə üz-üzə qalaraq öz iradəsini göstərmişlər, sınmadılar, əyilmədilər, bilirlər, inanırlar ki, onların arxasında güclü lider Recep Tayyip Erdoğan dayanır. Onların arxasında güclü Türkiye dayanır və bu təbii ki, bir də Kahramanmaraşlıların nə qədər öz doğma xalqına, liderinə, dövlətinə bağlı olmasını göstərir. Prezident İlham Əliyev qeyd edib ki, Azərbaycanda Türkiyənin 10 milyon bacı qardaşları var. Azərbaycanlılar da bilirlər ki, Türkiyədə 80 milyondan çox bacı qardaşlarımız var.